Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Sonra müəllif rahiməhullah buyurur ki, bəb qavlullahi təalə və aləllahi fətəvəkkəlu in kuntum mu'minin. Allah subhanətə alə Maidə surəsi 23-cü ayda buyurur ki, yəni Allah təvəkkül demək əmirdir. Və həmçinin ayədə bildirir ki, bu imanda şərtdir. Çünki şərt bağlanır orada ki, əgər möminsizsə, onu göstərir ki, təvəkkül imanda şərtdir. Lakin məalın oxu bir dənə mənasını. Maidə 23. Qalə rəculəni minəl-ləzīnə yəxafuna ən'aməllahu aleyhimə udxulu aleyhimul bəbə fəizə dəxəltumuhu fəinnəkum qalibun və aləllahi fətəvəkkəlu in kuntum mu'minin. Allahdan qorxanlardan Allahın nemət verdiyi iki kişi dedi. Onların üzərinə şəhərin qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin. Əgər möminsinizsə, Allaha təvəkkül edin. Müəllif də rahiməhullah hələ babın adını, fəslin adını elə belə qoyub. Ayə ilə başlayıb. Yəni, özün görürsən ki, müəllif hərdən heç fəslə ad vermir. Ayə ilə başlayır və ayədə məna dəlil göstərir ki, ayə mənası elə budur. Söhbət təvəkküldən gedir. Allah təvəkkül. Yəni, Allah təvəkkül, yəni Allaha etimad eləmək. Allaha bağlanmaq. Allaha sıxınmaq. Ən birinci budur mömin üçün. Və təvəkkül də qəlbi əməllərdəndir. Qəlbi əməllərdəndir və imanın şərti və sihhətidir. İman düz salmaq üçün mütləq Allaha təvəkkül lazımdır. Və ona görə müəllif rahiməhullah bu məsələyə toxunur və təvhid məsələlərindən biri də gətirir. Və deməli, sadəcə müəllif rahiməhullah bu məsələni gətirəndə təvəkkül məsələsində biraz şərh var. Allaha bağlılıq mütləq lazımdır, imanın şərtlərində. Lakin səbəblərlə, səbəb götürməklə, bir dənə səbəbi götürmək olmaz. Təvəkkülü rədd edib. Və ya bir dənə təvəkkülü edib, səbəbi götürməmək olmaz. Olmalı da hər ikisi. Allah təvəkkül edirsən, lakin səbəblə. Ona görə o dəvə söhbəti ki var, bağla, sonra Allaha təvəkkül elə. Səbəb. Səbəbsiz təvəkkül düzgün deyil. Necə ki, təvəkkül də səbəbsiz düzgün deyil. Ona görə qardaşlar, biz görürük ki, Peyğəmbərlər ən birinci, özləri ən birinci səbəb tutanlar idi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hicrətə gedəndə Məkkədən səbəb götürdü, bələdçi götürdü. Elə deyil. Və ya Peyğəmbər sallallahu aleyhi ve sellem döyüşəndə zireh geyinirdi, tuturdu, silah götürürdü. Bunlar səbəbdir. Və ya məsələn, tutaq ki, başqaları məsələn, həmçinin sahabələr. Və ona görə qardaşlar, yəni Allaha təvəkkül mütləq səbəb nə olmalıdır? Təbii ki, Allaha nə qədər təvəkkül eləsən, həmçinin savab da qazanırsan. Böyük savaba da nail olursan. Və təvəkkülün növləri var. Şeyx burada Hüseymin rahiməhullah burada növlərindən üçündən danışır və buyurur ki, birinci təvəkkül, ibadə və xudu. Yəni, birinci növ təvəkkülü hansı ki, o ibadət sayılır. İbadət, Allaha qarşı zəll olmaq. Yəni, bu mütləq Allaha bağlanmaqdır, mütləq təvəkküldür. Yəni, etiqad eləyirsən ki, bütün xeyr Allah Taala əlindədir. Və təvəkkül belə olmalıdır. Yəni, Allaha bağlanırsan və etiqadında budur ki, bütün xeyr, bütün şər Allahın əlindədir. Qeyriləri Allahdan qeyrisinin səbəbidir. Və təvəkkül belə düzgün olmalıdır. Əgər hansısa xeyri Allahdan qeyrisinə görsün, təvəkkül zəifləyir, parçalanır.
Və birinci təvəkkül, hansı ki, bu ibadət təvəkkülüdür, bu təvəkküldə qeyrisində olmaz. Əgər qeyrisində olsa şirkül əkbardır, böyük şirk olur, böyük küfür olur. Həmçinin, aleyhissalam, həmçinin təvəkkülün ikinci növü şeyx buyurur ki, rahimullah, məsələn, hansısa şəxsə etimad eləmək, hansısa şəxsə etimad eləmək, ona bağlanmaq, məsələn, ruzunu qazanmağı üçün və s. Bu, təbii ki, bu şirkin növlərindəndir. Çünki biz dedik ki, Allahdan qeyrisinə səbəb kimi baxmaq lazımdır. Hər şey Allahda görmək lazımdır. Çünki bütün xeyr onun əlindədir. Şəfa və həmçinin. Sadəcə, məsələn, xəstələnədə adam demək olmaz ki, mən Allaha təvəkkül edirəm. Yox, səbəb götürmək lazımdır. Səbəb nədir? Ruqiyədir, səbəb həkimdir. Gedirsən, lakin yenə əsas, etimadın Allah olmalıdır. Bu sadəcə səbəb kimi götürsən. Amma sırf həkim olsa, səbəb kimi, yox, etimad eləsən həkimə artıq şirkdir. Şirkdir. Aydınlı qardaşlar. Sonra Şeyx Rahimullah buyurur ki, üçüncü növ təvəkkülün hansı ki, yəni, bu təvəkkül caizdir, yəni, etimad eləmək başqasına. Məsələn, hansı bir şəxsə etimad eləyirsən ki, o şeyi bacarır. Məsələn, tutaq ki, birindən xahiş eləyirsən və ya birini vəkil tutursan ki, sən get bunu al ginən. Etimad eləyirsən ona ki, pul verirsən, deyirsən getsən, onu al ginən. Burada heç nə yoxdur. Aydındır, bu cür təvəkkül, xüsusən də yəni, o şeylər ki, o qadirdir, yəni eləyə bilər, bunlar caizdir. Və müəllif də, rahimullah, bu fəsildə 4 dənə ayə gətirir. Birinci, necə bilirsiniz, hansı surədir? Maidə 23. Və burada buyurur ki, Allah-u Teala, yəni, yalnız Allaha təvəkkül deyin, hansı ki, ibadət təvəkkülü, qeyrisinə yox. Və buyurur ki, bu imanda şərtdir. Mömin olmaq üçün şərtdir. Sonra həmçinin müəllif, rahimullah, burada İkinci ayə gətirir, o da Ənfal surəsidir, ikinci ayə. Ənfal surəsi. İnnəməl mu'minunəl-ləzīnə izə zukirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətü zədətəhum imanən və lə rabbihim təvəkkəlun. İnnəməl mu'minunəl-ləzīnə izə zukirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər. Onun ayələri onlara oxunduqda imanları artar. Yalnız öz Rəblərinə təvəkkül edər. Öz Rəblərinə, yalnız. O möminlərin sifətlərindən danışır. Bu ayədə Şeyx Hüseymin də rahimehullah buyurur ki, 5 dənə vəsf gəlib möminlərin. Ən birinci vəsf nədir? Əl-ləzīnə izə zukirəllahu vəcilət qulubuhum. Yəni, Allahın ayələri eşidəndə qəlbləri zəiflənər, yumuşalar. Bu müminin, yəni, birinci vəsfidir, sifətidir. Çünki Allahın onun qəlbində ən əzəmətli Allahdır. Və ən ləzzət verən də odur, onun kəlmələri, ona görə. Və insan qəlbi belədir, insan qəlbi nəyə bağlasa, ondan çox, məsələn, mahnıya çox qulaq atsa, mahnıdan ləzzət veriləcək. Qurana çox qulaq atsa, Qurandan. İstəyinə. Ona görə bu anaşidlər ki, o çıxıb, bu İslam meyxanları, onlar düzgün deyil, ehtimad eləmək. Aydındır, qəlbi ona bağlama. Ne üçün? Birinci o ixvanlardan gəlib. İxvanlar da əsl sufidirlər. Əslində o sufilərdə olub. Sufilərdə var rəqs eləmək. Qaval çalmaq belə dəf və rəqs eləmək. Və sufilərin elə növləri var ki, hətta ibadətə hələ edirlər. Rəqslə. Elə növləri var ki, zikri hələ edirlər. Allah'ın zikri dəfn edirlər. Və təbii ki, ixvanlar da zbor idi belə, oradan buradan yığma, yəni aralarında sələfi yox idi. Sonradan çıxdı, gör ki, əqidədə sələfi, minhəcdə ixvan. Belə şey ola bilməz.
Ne üçün? Çünki əqidənə minhəc, üsul birdir. Olmaz. Sən sələfi əqidəti olsan, minhəcdə nə olasan? İxvan. Olmaz elə şey. Ona görə bu insan, ümumiyyətlə, mömin belə şeylərdən çəkinməlidir ki, qəlbi bağlanmasın. Vallahi neçsin görmüşük ki, Qurandan ləzzət almır, ancaq o meyxandan ləzzət alır. Ləzzət alır. Çünki qəlbi meyyiddir. Öyrəşdirib qəlbin ona görə. Aydın qardaşlar, bu birinci möminin vəsfidir. İkinci ayədə gəlir ki, وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا O vaxt ki, onlara Quran ayəsi oxuyanda imandan artar. Yəni, mömin Quran eşidəndə imanı artır. Və bu dəlildir ki, bu ayə iman artır. Deməli, iman azalır həmçinin. Aydındır, burada murciələrə rəddir ki, deyiblər ki, iman artıb azalmır. Aleyhisselam. İman artıb azalır. Çünki ayədən gəldi, Ənfəl surəsi 2-ci ayə, onların imanı artar. Deməli, iman artırsa, deməli, həmçinin azalır. Sonra üçüncü vəsf buyurur ki, وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ Bu müminin üçüncü vəsfidir. Onlar yalnız Rəblərinə təvəkkül edirlər, etimad, bağlananlar. Və sonra buyurur ki, dördüncü, gəlir ki, اَلَّذ۪ينَ يُقِيمُونَ الصَّلَاةِ Namazı necə lazımdır qılarlar. Namaz qılanlar çoxdur, amma necə lazımdır qılanlar azdır. Görürsən, məsələn, namaz necə lazımdır qılmaq, yəni vaxtında qılmaq, yəni fərzləri, sünnətlərin hamısını qılmaq, bütün namazın ədəblərinə fikir vermək, namazda xuşu ilə qılmaq. Düzdür, namazda gələ bilər bəzi fikirlər, ola bilər. Ola bilər. Amma elə fikirlər var ki, namazı batıl eləmir. Məsələn, Umar bin Xattab hökumət məsələlərinin namazı içində fikirləşirdi. Namazı girəndə başlayırdı fikirləşməyə. Hökumət məsələlərinin. Yəni, hakim məsələlərinin. Hakim olanda. Yəni, namazı batıl olmurdu. Amma sadəcə bacardıqca, yəni ona görə fikir gələndə sənə elə bilmir ki, namazın batıldır. Sadəcə, birinci faydasızdırsa söndür söhbəti və bacardığın qədər Allahla ol. Bacardığın qədər Allahla ol. Həmçinin sonra 5-ci vəsfi gəlir ki, وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Və həmçinin möminlərin sifətlərindən də biri budur ki, biz verdiyimiz bəzisini Allah yolunda neyniyə? İnfaq, verər, əta eləyər, verər. Allah subhanətlə gör nə deyir, rəhmətinə var. Ayədə deyir ki, biz verdiyimiz. Ona görə malı demir, siz qazandığınız. Deyir, yox. Deyir ki, biz verdiyimiz sənə. Çünki Allah da verən. Heç kəs özünü şey eləməsin ki, mən qazanmışam. Sən çalışmısan, amma verən Allahdır. Adam var, çalışır, Allah tala vermir ona. Aydındır, hər şey Allah tala əndədir. Ruzu da Allah tala əndədir. Ona görə Allah tala fikir versən, rəzəqnəhum. Yəni, biz onları ruzlandırmışıq, biz vermişik deyir. Və lakin rəhmətindən də demir, bütün hamısını ver. Deyir, bilmə, yəni bəzisindən. Bəzi verdiyimizdən infaq eləyərlər, verərlər. Onu göstərir ki, yəni, Allah talan bu rəhmətin hamısı. Və bu, yəni, bəzi faydalardan idi, həmçinin əsas da şahid möminin sifətlərinə Allaha təvəkkül eləyərlər, yalnız Allaha etimad eləyərlər. Sonra müəllif rahimehullah burada deməli Ənfal surəsində gətirir 64-cü ayə məhz surədə 64-cü ayədə ya eyyuhan nəbi həsbukallah və mən ittəbə'kə minəl mu'minin. Ya eyyuhan nəbiyyü həsbukallahu və mən ittəbə'kə minəl mu'minin. Yəni, oxu da. Ey Peyğəmbər, sağ ol. Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər. Allah kifayət edər, yəni Allah təvəkküllüyün, o sizə kifayətdir. Lazım deyil kiməsə təvəkkül eləmək, xüsusən o şeylərdə ki, yalnız ona Allah qadirdir. Aydındır? Çünki o şeylərdə ki, yalnız Allah qadirdir, başqasına təvəkkül eləsən, böyük şirkdir. Böyük şirk. Ona görə Allah subhanətlə deyir ki, ya Muhammed sallallahu aleyhi ve sellem, bir də sənə tabi olanlar, yəni sahabələr, sənə tabi olanlar, yəni kifayətdir. Sonra müəllif rahimehullah burada Talaq surəsində gətirir.
Talaq surəsi 3-cü ayə Allah Subhanahu buyurur ki: "Və men yetevəkkəl alallah fehuve hasbuh." Talaq 3. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللّٰهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللّٰهُ لِكُلِّ شَيْءٍ قَدْرًا. Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah'a təvəkkül etsə, Allah ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş. Yəni Allaha təvəkkülləyən. Kim Allaha bağlansa, kim Allaha etimad eləsə, onun üçün kifayətdir. Hər bir şeydə. Hər bir şeydə, qardaşlar. Və təvəkkül qəlbi əməl olduğuna görə qəlbi Allahla bağlamışə. Allaha etimad elə. O sənə bəsdir. Elhamdülillah. Və ayə də göstərir həmçinin ki, hər bir şey izzət və s. və s. ancaq bu sifətlərə nail olmaqla ola bilər, olar. Yəni, təvəkkülün möhkəm olmağı, Allah sevgisinin möhkəm olmağı, Allah qorxusunun möhkəm olmağı, Allaha ümid möhkəm olmağı, hansı ki, müəllif rahimullah qəlbi əməllərdən neçəsindir, sayır, bu da təvəkküldür, yenə qəlbi əməldir. Bundan qabaqki 3-4 bab fəsildə o da qəlbi əməllərdən danışırdı. Yəni, əgər Allahdan qeyrisinə təvəkkülləsən, zəlil olacaqsan. Allahdan qeyrisinə təvəkkülləsən, zəlil olacaqsan, hələdir, doğrudan da. Kim ki, Allahdan qeyrisinə təvəkkülləyir, zəlildir. Başqalarının qarşısında. Və sonra müəllif rahiməhullah burada İbn Abbas radiyallahu anhuma rivayətini gətirir. Buxari rivayət edir. Deyir ki, Həsbunallah, deməli, Əl-İmran surəsi 173-cü ayə. 173. Deyir ki, Həsbunallah və ni'məl vəkil. İbn Abbas deyir ki, bu ayənin təfsirində Qaləh İbrahim aleyhissalam hinə ulqiyə finnar. Yəni, İbrahim aleyhissalamı oda atanda dedi ki, Həsbunallah və ni'məl vəkil. Yəni, Allah mənə kifayətdir. Onun vəkilliyi kifayətdir mənə. Allah, yəni, ehtimad elədi. Allaha təvəkküllədi. Və o da əmr olundu nə? Yandırma. Və qaləhə Muhammed. Və həmçinin Muhammed də sallallahu aleyhi ve sellem belə deyib. O vaxt ki, Uhud döyüşündən sonra müsəlmanlar uduzurlar. Və Məkkə qoşunu Əbu Süfyan da başçılıq edirdi. Bunlar Məkkəyə qaydanda yolda bir neçə nəfər görürlər. Deyirlər, hara geyəsiz? Deyirlər ki, Mədinəyə. Deyirlər ki, gedin deyin ki, onlara ki, biz yenə gəlirik. Əbu Süfyan qorxuzmaq üçün deyir ki, gedin deyin ki, Muhammedə baxmadı, uduzublar ha. Səlmanlar uduzub. Gedin deyin ki, yenə qaydırıq. Gəlib xəbər verəndə o xəbəri, deməli, Muhammed də sallallahu aleyhi ve sellem və sahabələr bu ayəni oxuyur, belə deyirlər, İbrahim necə oda atmamışdılar, atanda Allaha təvəkkül edir. Belə məqamda da Allaha təvəkkül edir. Yəni, İbn Abbas deyir ki, belə həm İbrahim eləyib, həmçinin Muhammed eləyib. Çünki sallallahu aleyhi ve sellem, bütün peyğəmbərlər neyini Muhammed sallallahu aleyhi ve sellem olub və o da eləyib. Aydındır. Ona görə bir dənə ayəni oxuyur. Əl-İmran surəsi 173. اَلَّذ۪ينَ قَالَ لَهُمُ النَّاسُ اِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ اِيمَانًا وَقَالُوا حَسْبُنَ اللّٰهُ وَنِعْمَ الْوَكِيلِ. Bəzi adamlar onlara cəmaat sizə qarşı ordu toplayıblar. Cəmaat yəni Əbu Süfyan qoşunu xəbər göndərmişdi, gəlirik təzədən. Uhuddan sonra, Uhuddan uduzmuşlar müsəlmanlar, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem yaralanmışdı. Gör nə deyir? Onlardan qorxun dedilər. Bu onların imanını daha da artırdı. Onlar isə imanı artdı. Bu xəbər gələndə onların imanı artdı və nə dedilər? Allah bizə yetər, o nə gözəl qoruyandır. Allah bizə yetər, nə qoruyandır, yəni gəlin təzədən. Aydındır. Yəni Allaha təvəkküllədilər. Ona görə təvəkkül həmçinin fikir verirsiniz, qardaşlar, Allahdan qeyrisinin qorxusun qabağını alır, azaldır və həmçinin rahatçılıqdır. Rahatçılıq. Həmçinin insanın sabit qalmağına ən böyük səbəblərdən biridir, Allaha təvəkkül. Ona görə mühüm məsələdir insan qəlbində bunu yetişdirmək, bunu qüvvətləndirmək. Aydındır, qardaşlar. Və belə müəllif, yəni, fəsli bitirir
Və fəsil, yəni qıssa idi. Sadəcə vaxtın az olduğuna görə hələ biz də qıssa toxunduq. Qıssa keçdiyi məsələlər üstündən və sadəcə əsas bilgilən ki, təvəkkül, Allaha ehtimad, imanın şərtidir. İmanda yeri mühümdir, vacibdir və xüsusən də o təvəkkül ki, ibadət sayılır. O yalnız mütləq Allaha olmalıdır. Ki, ehtimad edirsən Allaha ki, hər şey o əlindədir. Bütün hər şey xeyr və şər, bütün ruzu və s. Pullar hamısı o əlindədir. Və qeyrisinə ehtimad eləmirsən, bu ən mütləq təvəkküldür, bu olmalıdır. Və həmçinin gördük ki, necə möminlər, təvəkkül edənlər, necə vəziyyətlərə düşəndə necə arxain idilər. Hətta o baxmayaraq yandıran məxluqdur, yandırmadı, əks getdi. Allah təvəkkül gör necə güclü, iman necə güclü olanda İbrahim əleyhissalam tək idi. Lakin necə qalib gəldi onlara? İmanlarla, imanla. İbrahimin heç nə yox idi. Təsəllə bağlamışdılar, yəni zəif olan qarşısında zəif idi. Onu göstərir ki, zəif idi. Bağlayıb atıblar o da. Lakin buna baxmayaraq onlardan güclü idi. Yəni, od, yandıran maddə əleyhissalam, öz işini əks getdi. Yəni, yandırmayan oldu. Bu da imanın möhkəmliyi, qardaşlar, xüsusən də təvəkkülün. Allah subhanətlə bizə işi faydalanır.